Salam, hər vaxtınız xeyir olsun. Bugün biz tabesiz mürəkkəb cümlələr mövzusundan yeni sualın izahına baxacağıq. 20-ci suala diqqət eləyək. Həyətdə daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı. Tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var? A variantı ardıcıllıq, B variantı səbəb, C variantı zaman, D bölüşdürmə, E aydınlaşdırma. Əvvəlcə tam olaraq variantların izahına keçməzdən əvvəl ardıcıllıq məna əlaqəsi ilə zaman məna əlaqəsi arasındakı fərqli cəhətləri sizin üçün izah edeyim. Demək ki, şagirdlər arasında daha çox qarışdırılan iki məna əlaqəsidir bu, tabesiz mürəkkəb cümlələr mövzusunda. Əvvəlcə hər şeydən əvvəl biz bilməliyik ki, ardıcıllıq məna əlaqəli tabesiz mürəkkəb cümlələrdə hadisələr ardıcıl şəkildə baş verir. Zaman məna əlaqəli tabesiz mürəkkəb cümlələrdə isə hadisələr eyni zaman çərçivəsində baş verir. Məsələn, küçələrdə maşınlar şütüyür, adamlar işə tələsirdilər. Ardıcıllıq məna əlaqəli tabesiz mürəkkəb cümlələri isə misal olaraq zəngin səsi kəsildi, şagirdlər həyətə düşməyə başladı cümləsini misal göstərə bilərik. Burada isə həyətdə daşlar düzüldü, böyük ocaq qalandı. Yəni, diqqət eləsək, həyətdə daşlar düzüldü, daha sonra böyük ocaq qalandı, qazan asıldı. Biz burada eyni zaman çərçivəsi görmürük və bu səbəbdən zaman məna əlaqəli tabesiz mürəkkəb cümlə olaraq dəyərləndirə bilmərik bu cümləni. Və bu cəhətdən doğru cavabımız ardıcıllıq məna əlaqəli tabesiz mürəkkəb cümlə olacaq. Sağ olun.